görürsünüz ki, onlar rəhbərlik düşünür, nəyisə tətbiq eləyir, innovasiya gətirir və ancaq özü deyir ki, görüşdə ki, bizim rəqabət üstünlüyümüz var. İlk növbədə qeyd eləmək lazımdır ki, rəqabət üstünlüyü ümumi olmamalıdır. Bizim bazara daxil olmağımız, mövqe tutmağımız daha sürətli baş verir. Amma sonra etmək mümkündür. Əlbəttə ki, bununla bağlı sizə çoxlu müraciətlər gəlir. Mən bilirəm, 30-40% daha artıq gəlir marjası əldə edə bilir. Bu da o deməkdir ki, bu biznes üçün həlledici amillərdən biridir. Emin müəllim, siz çox gözəl qeyd elədiniz. Bu sualınıza bir növ belə deyək də bir açar söz işlətdiniz. Müştərilərin ağrıları məsələsi. update'imiz. Müştərilər, yəni dəyər məsələsidir. Yəni necə onu hiss edir dəyər məsələsini. Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Biz sizinlə Prospect Cloud ERP-nin dəstəyi ilə Business Talks mövzusunda söhbətlərimizi İlkin Qarayevlə davam edirik. Salam İlkin müəllim, hər vaxtınız xeyir, xoş gördük, necəsiz? Salam Emin müəllim, çox sağ olun. Mən də sizi salamlayıram, izləyicilərimizi salamlayıram. Bugünkü mövzumuz həmişə qeyd etdiyim kimi kiçik orta bizneslər üçün daha faydalı olan mövzulardır. Biz silsiləvi şəkildə biznesin daxilində, biznesin xaricində, biznesə aid olan bütün məsələləri müzakirə edirik. Bugünkü mövzumuz da düşünürəm ki, çox vacib, maraqlı və sahibkarlar üçün önəmli bir mövzudur. Mövzu biznesdə rəqabət üstünlüyüdür. Rəqabət üstünlüyü nədir, necə yaranır, rəqabət üstünlüyü necə təmin etmək lazımdır, rəqabət üstünlüyü necə müştərilərimizə çatdırmaq lazımdır. Elə ilk sualdan başlayaq İlkin müəllim. Rəqabət üstünlüyü ümumiyyətlə biznesdə nə deməkdir, nə üçündür? Çox sağ olun Emin müəllim. Həmişəki kimi vacib mövzudur biznes üçün, kiçik orta sahibkarlıq üçün. Çünki rəqabət üstünlüyü ümumiyyətlə şirkətin hansısa bir müəssisənin bazarda var oluşunun uzun müddətli, davamlı var oluşunun səbəblərindən biridir və əsas səbəblərindən biridir və elə statistikaya müraciət eləsək, statistika onu göstərir ki, rəqabət üstünlüyü olan şirkətlər belə üstünlüyü olmayan digər şirkətlərlə müqayisədə bazarda daha uzun müddət fəaliyyət göstərir. Statistika deyir ki, hardasa 2 dəfə və eyni zamanda rəqabət üstünlüyü olan şirkətlər öz rəqiblərinə nisbətən gəlir marjasını belə deyək, daha 30-40% daha artıq gəlir marjası əldə edə bilir. Bu da o deməkdir ki, bu biznes üçün həlledici amillərdən biridir. Amma tərif kimi desək ki, rəqabət üstünlüyü nədir? Siz də yaxşı bilirsiniz. Ola bilər izləyicilərimizdən maraqlı olarsa, deməli, rəqabət üstünlüyü bu və digər müəssisənin fəaliyyət göstərdiyi bazarda rəqiblərinə nisbətən daha səmərəli fəaliyyət göstərməsi, müştərilərinə daha cəlb edici təkliflər verməsi və nəhayətdə də daha yaxşı mənfəət və imkanlar əldə etməsinə şərait yaradan bazar mövqeyi və yaxud da hansısa bir bacarıqlardır. Ona görə rəqabət üstünlüyü əldə etmək əlbəttə ki, çox vacib bir amillərdən biridir biznes üçün. Əla, çox gözəl. Mən hər dəfə toxunuram o mövzuya ki, bizim verilişlər bir əlaqəli və silsiləvi xarakteri daşıyır. Yeri gəlmişkən, bizim bu mövzu da elə bizim əvvəlki mövzularla birbaşa əlaqəlidir. Oradan hətta deyərdim qaynaqlanır. Bizim izləyicilər xatırlayırsa, İlkin müəllimlə bizim bir biznes plan mövzumuz vardı, strategiya mövzumuz vardı. O mövzuda məhz
nəyi qeyd etmək lazımdır ki, hansı ki bizim bugünkü mövzuya aidiyyatı olan hissəsi hansıdır? O da odur ki, İlkin müəllim, mənə elə gəlir ki, rəqabət üstünlüyü ümumiyyətlə biznes açılanda təyin edilməlidir. Yəni istənilən bir biznesin siz qeyd etdiyiniz kimi mövcudluğu bazarda rəqabət üstünlüyüdür, başqa bir şey deyil. Ona görə ki, məhz rəqabət üstünlüyə görə, yəni oradakı amillərə görə müştərilər bizi seçirlər və istənilən biznes deməli ərsəyə gələndə o birinci növbədə bazarda olan problemlər və ağrıları bilməlidir və o ağrılar üzərində bizneslər qurulur. Yəni hər hansı bir ağrını həll etmək üçün mən əgər biznes qururamsa, o biznes rəqabət üstünlüyü olur. Və o ağrını necə həll edəcək sualına da düşünürəm ki, İlkin müəllim, rəqabət üstünlüyü sualı cavab verir ki, yəni mən ağrını hansı ağrıları həll edəcəm müştəridə, hansı problemləri aradan qaldıracağım və onları hansı yolla. Məhz bu yerdə şirkət artıq əsas uğur amilləri deyilən bir anlayış ki var, hansı ki mən bu yolla edəcəyəmsə, mənim üstün cəhətim bunlar olacaqsa, digərlərindən bunu daha yaxşı tərzdə edəcəyəmsə, məhz o nöqtə düşünürəm ki, rəqabət üstünlüyü ilə uyğunlaşan bir məsələdir. Bu barədə nə deyə bilərsiniz? Tamamilə doğrudur. Yəni yaxşı olar ki, əlbəttə biznes yaradılarkən artıq sahibkar bu haqda düşünsün və bunu biz keçən görüşlərimizdə missiyadan, visiondan, strateji baxışdan Bəli, danışdıq. Yəni bu mərhələdə rəqabət üstünlüyünün nədə olacağını müəyyən etmək və bəli, buna fokuslanmaq daha tez, daha ucuz, daha səmərəli ola bilər. bəli, Çünki artıq şirkət bazarda hansısa bir fəaliyyət göstəribsə, bir imici yaradıbsa, artıq o belə deyək, müştəri bazası varsa, onun sonradan rəqabət üstünlüyü əldə etməsi üçün daha böyük səylər, bəli. Resurs. restrukturizasiya, yeni resurslar, yəni bir çox işlər görülməlidir. Amma yəni bu əlbəttə ki, istənilən mərhələdə mümkündür. Ola bilər ki, sahibkar başlayanda ilk biznesə başlayıb bu haqda düşünməyib, amma indi hal-hazırda biznesində geriləməni görür, rəqiblərin inkişafını görür, rəqabətə tab gətirmir və bunun haqqında düşünməyə başlayır. Bu da mümkündür, amma dediyim kimi daha çətin olur o zaman. Bəli. Ona görə bunu strateji mərhələdə, yaranma mərhələsində əvvəlcədən düşünmək, planlaşdırmaq daha səmərəli, effektiv olur və biznes üçün bir çox hallarda, əksər hallarda daha əlverişli mövqe tutmağa bazarda şərait yaradır. Tamamilə doğrudur. Yəni bunu biz strateji baxışlarımızda, siz dediyiniz o visionda, missiyamızda və yaxudsa o biznes planımızda görə biliriksə, əks etdirə biliriksə, bizim bazara daxil olmağımız, mövqe tutmağımız daha sürətli baş verir. Amma sonra Bəli, etmək mümkündür. Əlbəttə ki, bununla bağlı sizə çoxlu müraciətlər gəlir. Mən bilirəm, artıq formalaşmış şirkətlər gəlir ki, mən dünənə qədər bazarda rəqabətli idim, amma bu günləri mən tam rəqabətli ola bilmirəm və mənə bir yol göstərir, bir daxili audit keçirir, hansı nöqtələrdə mən rəqabət üstünlüyümü gücləndirə bilərəm, hansı yolla fərqli bir şeylər yarada bilərəm. Əlbəttə ki, sonradan da bu mümkündür, amma yaxşı olar ki, sözsüz ki, bunu əvvəlcədən müəyyənləşdirmək və onda sizə daha bu ucuz və tez başa gələr. İlk tamamilə. ümumiyyətlə hansı istiqamətlərdə, hansı deməli sahələrdə, hansı deməli segmentlərdə, biznesə aiddir rəqabət üstünlüyü biz yarada bilərik. Yəni rəqabət üstünlüyü harda yaratmalıyıq? Hansı məsələlərdə yaratmalıyıq? Sadə dildə desək. Çox sağ olun suala görə. Çox çox vacibdir. Yəni ilk növbədə qeyd eləmək lazımdır ki, rəqabət üstünlüyünün müəyyən olunmasında biznesin özünün hansı sektorda, hansı formada fəaliyyət göstərdiyi həlledici rol oynayır. Yəni bu B2B-dir, B2C-dir, Bəli, onun fəaliyyət göstərdiyi bazarda rəqabət mühiti sərtdir, yoxsa rəqiblərin sayı azdır.
Bəli. Və sair kimi məsələlər əlbəttə ki, təsir göstərir. Əgər artıq bazarda fəaliyyətdə olan bir şirkətdirsə, biz onlara adətən tövsiyə edirik ki, yəni əvvəl bir şirkətin özünün potensialı öyrənilməlidir. Hı hı. Hansısa bir diaqnostika aparılmalıdır ki, şirkətin mövcud o SWOT təhlili aparılmalıdır ki, onun zəif və üstün cəhətləri hansıdır. Ondan sonra əsas rəqiblərini araşdırmalıdır bazarda, onların zəif üstün cəhətləri hansılardır və əlbəttə ki, o dediyimiz kimi fəaliyyət göstərdiyi sektora və rəqiblərə, bazarın mühitinə uyğun olaraq özü üçün seçim eləməlidir ki, bəli, mən buna üstünlük verəcəm. Misal gətirə bilərəm, tutalım ki, rəqabət üstünlüyünü nələrdə, hansı sahələrdə əldə eləmək olar? Onlardan biri texnoloji sahədir. Biz bir biznesin yaradılmasında, yəni sıfırdan iştirak eləmişəm və onun inkişaf olunmasında iştirak eləmişəm. Biz əvvəlcədən bu bazara girəndə bilirdik ki, bu bazarda 20 il, 30 il fəaliyyət göstərən şirkətlər var. Biz, Akulalar. bəli, tamamilə. O bazarı artıq təcrübəsi, yəni təcrübə çox böyük rol oynayır biznesdə bildiyimiz kimi. Artıq onların təcrübəsi bizdən çoxdur, onların müştəri bazası var, onları tanıyırlar, onlar artıq başları, necə deyərlər, daşdan daşa deyil, problemləri yaşayıblar. Biz nə ilə başlayaq? Və biz o zaman araşdırma apardıq, bu bir layihələndirmə şirkəti idi və belə bir təklif olundu ki, biz yeni bir texnologiya gətirək. O da layihələndirmədə binaların informasiya modelinin yaradılması idi ki, bu da bir sıra üstünlüklər verirdi. Həm deməli sifarişçiyə, müştərilərə binaların layihələndirməsini, tikintisini və istismarını həyata keçirən bütün tərəfdaşlara üstünlük verirdi. Və bunu eləmək üçün də biz o zaman xaricdən mütəxəssislər dəvət elədik, tender yolu ilə onları seçdik və ilk layihəmizi, belə deyək, biz artıq bu texnologiya üzərindən elədik. Çətin oldu, 2 aylıq layihəni biz 5 aya elədik, amma biz bu işi öyrəndik, özümüzdə sistemini qurduq və bu bizim üçün əlbəttə ki, bir rəqabət üstünlüyü oldu. Çünki rəqiblərin demək olar ki, 95-99%-də belə bir təcrübə yox idi. Baxmayaraq ki, onlar bazarda uzun müddətli fəaliyyət göstərdilər. Bunun da səbəbi var idi ki, səbəbi ondan ibarət idi ki, müştərilərin əksəriyyəti bu texnologiyaları bilmirdilər və sifarişçi özü bilmirsə bunu sizdən tələb eləməyəcək təbiidir və ona görə də ora investisiya yatırmaq, vəsait xərcləmək, vaxt xərcləmək, resurs xərcləmək məqsədə uyğun deyil deyə. Sonradan biz artıq növbəti layihələrimizdə gördük ki, bu stereotipləri sındırmaq mümkündür. İlk növbədə bu bizim üçün bir marketinq aləti rolunu oynadı. Çünki artıq bir var ki, sən gəlib hansısa müştəri ilə danışanda deyirsən ki, biz cəmsi 6 aydır fəaliyyət göstəririk, 8 aydır fəaliyyət göstəririk. Amma bizim rəqiblər gəlir deyir ki, bizi 20 ildən yuxarıdır fəaliyyət göstəririk. Bizim portfolyomuzda bunlar var, onlar var. Əlbəttə ki, bunlar müqayisədə əlbəttə ki, bizim üçün daha bir üstünlük idi ki, yəni unikal bir təklif idi. Başqa bizim rəqiblərimiz o təklifi vermirdilər. Doğrudur, o sifarişçilərin heç də hamısı bizə o saat artıq pul ödəyim, amma mənim üçün informasiya modelini yaradın, layihənin, biznesin, binanın informasiya modelini yaradın, 3D forması, 4D, 5D formasını tətbiq eləyin deyən müştərilərimiz çox az oldu. Yəni 90%-i dedi ki, çox gözəldir, əladır, amma bizim ona büdcəmiz yoxdur. Real tətbiqi çətinləşdi. Bəli, amma yenə də bu bizim üçün bir marketinq rolunu oynadı və sonradan biz bu istiqamətdə fəaliyyətimizi davam elədik. Yenə də axtardıq ki, inkişaf eləmiş bazarlarda hansı texnoloji imkanlar var ki, bu sahədə tətbiq olunur. Sonradan lazer texnologiyaları ilə deməli, mədəni irs obyektlərinin bərpası üzrə onların bərpa modelinin hazırlanması texnologiyasını ilk dəfə gətirdik. Yəni, nəticədə də uğurlu layihələrimiz oldu. Yəni, bu, məsəl üçün, texnoloji sahəyə bir misaldır. Başqa sahələr də ola bilər, başqa sahələr də olar, hər birinə adi, məsəl üçün, çox
Bəzən düşünə bilər ki, sahibkarlar bir rəqabət üstünlüyü əldə etmək çox asandır. Və yaxud da düşünə bilər ki, rəqabət üstünlüyü əldə etmək mümkün deyil, çox çətin bir şeydir. Bizə Yəni bu bunun paradigmadır, bəli. bacarmaları və paradigmalar var. Yəni bunun hardasa ortasında bir şeydir. Misal üçün deyək, bir küçədə kofe şoplar var, çoxlu. Artıq rəqabət o qədərdir ki, gəlirlik səviyyəsi, marja çox düşüb aşağı. Bəli. Kofe şopların biri bir texnologiyanı görür, internetdə sifariş edir, onu gətirir. Neynirlər? Adamın şəklini çəkirlər, kofenin üstünə onun şəklini belə deyək çıxardırlar. Nəticədə maraq üçün, yəni yenə həmin kofeni içir müştəri. Amma Hı. burada daha belə deyək də bir məqam var ki, onu ora cəlb eləyir, o kofenin şəklini çəkir və sair özü üçün xatirə kimi saxlayır. Yəni bu adi xırda bir biznesdə, kiçik bir biznesdə rəqabət üstünlüyünün əldə olunması yoludur. Və digər o siz sadaladığınız məsələlər çox vacib. Yəni komandaya resurslara vəsait xərcləməklə, komandanı inkişaf elətdirməklə, yəni biz bunu sizin də şirkətinizdə, digər uğurlu şirkətlərin timsalında misallar çəkə bilərik ki, yəni bunun hesabına rəqabət üstünlüyü əldə eləmək. Çünki bu həyata keçirilməsi nə qədər çətin olsa da, amma orada bir məqam da var. Çünki rəqabət üstünlüyü müvəqqəti də ola bilər, uzun Hı. müddətli də ola bilər. Nə Bəli. qədər asanlıqla əldə olunursa rəqabət üstünlüyü, sizin rəqibləriniz onu təkrar edir. Təkrarlayacaqlar. Nə qədər çətinliklə əldə olunursa, nə qədər uzun müddətli olursa, bir o qədər də sizin rəqiblərə onu təkrarlamaq, o resursları yəni Anladım. sərf eləmək, sizin arxanızca onu ola təkrar eləmək çətin olacaq. Ona görə də burada bu məqama da diqqət yetirmək lazımdır. Əla. Əla. Deməli biz başa düşdük ki, sizin də dediklərinizdən biz rəqabət üstünlüyü texnoloji və innovativ yollarla əldə edə bilərik. O istənilən bir texnologiya ola bilər. Hətta elementar olaraq bizim istiqamətimizi əgər nəzərə alsaq, avtomatlaşdırma özü də bir rəqabət üstünlüyü verə bilər. Hesabatların dəqiqliyi almaq falan sair məsələlər. Daxili proseslər ola bilər. Onların yaxşılaşdırılması ilə, komanda ilə iş məsələsi, rəqabət üstünlüyü burada dəyər yarada bilər. Komanda əgər hazırdırsa, bu əlbəttə ki, bizə müştəriyə göstərdiyimiz xidmətdə biz rəqabət üstünlüyü təmin edə bilərik. Və əbədi, necə deyərlər, rəqabət üstünlüyü və bütün bizneslərdə düşünürəm ki, keçərli bir rəqabət üstünlüklər var ki, hansı ki, segmentin asılı olmayaraq həmişə aktualdır. E, Bəli, Bu məhsulun keyfiyyətidir, bir də qiymətidir. bəli, Hə. tamamilə doğru. Siz çox doğru vurğuladınız oradakı. Sahibkarlar bəzən düşünürlər ki, rəqabət üstünlüyü yaratmaq olduqca asandır. Və Bəli, bizlər də bunun təzadı olaraq fikirləşirlər ki, e, rəqabət üstünlüyü yaratmaq olduqca çətindir. E, bəli, e, Əslində isə əlbəttə ki, məsələ bu iki deməli qütbün ortasındadır. Rəqabət üstünlüyü həm çətindir, həm də asandır. Asan deyəndə nəyə nəzərdə tutulur? Misal üçün elementar olaraq sahibkarlar əhəmiyyət vermədiyi, amma müştəri çox əhəmiyyət verdiyi bir məsələ, amma sahibkar üçün çox rahatlıqla icra edə biləcəyi məsələ əlbəttə asandır. Elementar götürək bizim məişət məsələlərimizdə. Biz hansı supermarketi rəqabət üstün sayırıq? Bir, çeşid çox olmalıdır orada. Mütəmadi endirimləri olmalıdır orada, qiymət məsələsi. Keyfiyyətli məhsullar olmalıdır və misal üçün kassa növbələr az olmalıdır. Hə gedirəm ora. Yəni o şeylər ki, insanlar onunla fərəhlənirlərsə və o olmadığı halda gileylənirlərsə, rəqabət üstünlüyü orada axtarmaq çox asandır. Hə getdim ora növbə edin, hansı daha bir də ora getməyəcəm. Bu artıq dilə gəlir və yayılır. Yeri gəlmişkən rəqabət üstünlüyü məsələləri ən çox elə dildən dilə marketinqdə çox istifadə olunan bir məsələdir. Siz rəqabət üstünlüyü əldə etsəz, belə bir pulsuz marketinq aləti də əldə etmiş olursunuz. bəli, Bu çox deməli önəmli məsələdir, sizin dediyiniz məsələ. Düşünürəm ki, sahibkarlar əgər həssas olsalar, öz biznesləri üçün elə məsələlər tapa bilərlər ki, hansı ki, onun icrası üçün sahibkara yenə də təkrar edirəm,
çox ucuz və rahat başa gələ bilər. Amma onu etmək lazımdır. Amma Bəli, bu dəyər olaraq müştəri çox böyük və qiymətli görə bilər və sizi fərqləndirə bilər. Yeri gəlmişkən bir məsələ də mənim diqqətimi cəlb etdi sizin sözünüzdə. Dediniz ki, biz o texnologiyanı gətirdik, yenilikdir. Biz öyrənmiş olduq, müəyyən bir araşdırma aparmış olduq, amma e, müştərilərin bəziləri onu heç istifadə etmədilər və yaxudsa imkanları çatmadı. Bu isə mənim təcrübəmdə dəfələrlə rast gəlib. Hətta o ə, rəqabət üstünlüyü ki, hansı ki, müştəri ondan istifadə etməyəcək belə, amma siz onu tətbiq edirsiniz, reklam, marketinq fəaliyyətinizdə, kontentdə istifadə edirsiniz. İstifadə etmədiyi halda belə rəqabət üstünlüyü sayılır sizin üçün. bəli, Hər tamamilə. halda siyahıdan baxanda e, bu şirkətdə, A şirkətdə bu var, B şirkətdə bu məsələ yoxdur. Amma baxmayaraq ki, ondan istifadə etməyəcək, amma müqayisədə o mütləq rol oynayır, seçimdə rol oynayır. Ona görə Bəli, e, o rəqabət üstünlüklər də ola bilər ki, hansı ki müştəri ondan intensiv istifadə etmir. Amma onu yayılmasında, dildən dilə ötürülməsində və sizi rəqiblərdə müqayisə ediləndə istifadə olunacaqsa, o da düşünürəm ki, rəqabət üstünlüyü sayıla bilər. Yəni onlardan da istifadə etmək olar. bəli. Əla, biz növbəti suala keçək, bir məsələyə keçək. Ümumiyyətlə rəqabət üstünlüyü hansı yollarla əldə edilir? Yəni biz hansı yollarla rəqabət üstünlüyü təmin etmək üçün Hı hı, işlər görməliyik? hı Misal hı. üçün təhlil etməli, müştərilərin ehtiyaclarını dinləməli. Bu istiqamətdə zəhmət olmasa danışaq. Yəni Bəli. biz bunu necə təmin etməli, necə bilməliyik ki, bu rəqabət üstünlüyüdür, bunu tətbiq etmək lazımdır. Hı hı. Bunu nəyə əsas verir ki, biz bunun üzərində çalışaq? Hansı araşdırmalar və yaxudsa məlumatlar bizə buna yol açır? Emin müəllim, siz çox gözəl qeyd elədiniz. Bu sualınıza bir növ belə deyək də bir açar söz işlətdiniz. Hı -hı. Müştərilərin ağrıları məsələsi. Bəli. Çox sadə. Əgər mən bir sektorda fəaliyyət göstərirəmsə, əsas rəqiblərimi müəyyən edirəm. Həmin rəqiblərimin sosial şəbəkələrini izləyirəm. Həmin rəqiblərinin müştərilərinin ağrılarını izləyirəm. Yəni müştərilər nədən narazıdır? Nəyə bu şirkətin hansı işindən narazıdır? Bu məlumatları toplayandan sonra bu mənə bir növ bir belə deyək, açar verir, istiqamət verir ki, bax burada ehtiyatlı olmaq lazımdır. Bax burada müştərilər çox həssasdır. Bu məsələni önə çəkmək lazımdır, nəzərə almaq lazımdır. Adi bir məsələ, bəzən sahibkarlar rəqabət üstünlüyünü yalnız qiymətdə görürlər. Hı -hı. Bu, əlbəttə ki, müştəri üçün qiymət və keyfiyyət çox önəmli faktorlardır. Çox önəmli faktorlardır, amma yeganə həll edici faktor deyil. Yəni, misal üçün, mən öz təcrübəmdən deyə bilərəm ki, bir müştəri var idi, müraciət eləmişdi 2-3 dəfə, bir məsələnin, deməli, həlli üçün bağlı bir biznes məsləhət xidməti istəyirdi bizdən. Biz onunla oturduq saatla, onun bütün suallarını cavablandırdım ki, o necə olacaq, bu necə olacaq, belə olsa necə olacaq, bunu necə eləyəcəm, o halda nə olacaq? Hamısını cavablandırdım və o məndən qabaq da başqaları ilə də görüşmüşdü və o, belə deyək, qiymət məsələsinə gələndə, Hı -hı. misal üçün deyirəm, mən dedim ki, bu işin qiyməti olacaq 10 manat. Yəni bu xidmətdir, adam məhsulu görmür, yalnız xidməti bitirəndən sonra dəyərləndirə biləcək, təbii. O dedi ki, yox, bu çox bahadır. Çox bahadır. Mən başqalarında bu işin qiymətini 5 manata dedilər. Yəni 2 dəfə az. Hansı ki, mənim üçün o məqbul deyildi. Və mən dedim ki, əgər sizə bu işi 5 manata o keyfiyyətdə eləyəcəklərsə, mən sizin yerinizdə olsaydım, elə gedib onlardan istifadə eləyərdim. Çünki mən sizə elə bir qiymət verə bilməyəcəm. Yəni endirim də istəsəniz yenə də belə deyək, məqsədə uyğun deyil, amma simvolik olaraq hə 5% filan, amma siz o qiymətə yəni sizin yerinizdə olsaydım gedib alardım. Hı -hı. Və müraciət eləyəndən sonra adam getdi, üstündən 2-3 həftə keçəndən sonra təzədən zəng elədi.
və dedi görüşmək istəyirəm. Dedim, buyurun gəlin. Gəldik, görüşdük. Dedi ki, mən sizinlə müqavilə bağlamaq istəyirəm. Deyirəm, axı və siz müəllim dediniz ki, 2 dəfə ucuz eləyirlər. Deyirəm, valla mən getdim, həmin adamlarla görüşdüm. Mənim suallarımın yarısına cavab verə bilmədilər. Dedilər, işləyəndə baxarıq, müqavilə bağlayaq, sonradan məlum olacaq, biz sizə məlumat verərik. Yəni, mənim onların peşəkarlığında şübhəm yarandı. Ona görə atalar misalı var, deyir, çörəyi ver çörəkçiyə. Bu adam mənə belə dedi və biz onunla da işimiz alındı, yəni işimizlə müqaviləmizi də bağladıq. Adam real. Yəni burada sizin dediyiniz kimi mənəvi, psixoloji məqamlar var və peşəkarlıq xidmət sektorunda xüsusilə peşəkarlıq müştəri üçün həlledici rol oynaya bilər. Və yaxud da başqa bir biznesdə biz yenə də sahibkar müraciət eləmişdi. Artıq mövcud olan bazara yeni girən bir adam idi. O deyirdi ki, müəllim, mən bunlarla görəsən bu akulalarla mübarizə apara biləcəmmi? Müştəri mənlə işləyəcəkmi? Onları qoyub mənə sifariş verəcəkmi? Və onlara mən tövsiyə elədim ki, siz xidmətdə fokuslanın. Yəni əvvəl danışın ki, sizin nə yəni o müştəriləri nə narahat edir, nədən narazıdırlar? Ola bilməz ki, onlar hamısı razıdır, hər şeydən razıdır. Onlar əlbəttə bir 3 ay, 5 ay çətinlik çəkdilər, o bazara girənə qədər və s. Amma sonradan elə oldu ki, misal üçün deyək də, adi bir məsələ, o müştərilər artıq özləri bazarda belə deyək, böyük paya sahib idilər, özlərinə arxayın idilər və müştərinin məhsullarını sifariş qəbul edəndən sonra 2 gün ərzində, 3 gün ərzində çatdırırlar. Amma belə deyək, mən ona dedim ki, siz müştərinə əgər tutalım ki, belə bir şəraiti təmin edə bilsəz ki, sifariş nahara qədər verilibsə, axşama qədər çatdırmaq, axşama qədər verilibsə, sabah nahara qədər çatdırmaq. Dedi, bunun üçün mən biraz xərclərimi artırmalıyam, maşınlarımın sayını, işçimin sayını. Amma dedim, sən bazarda müştəri tutmaq istəyirsənsə, buna getməlisən. Yəni, hesab elə ki, əgər o müştərilərin çoxu bundan şikayət eləmişdisə, və o doğrudan da elə oldu ki, 6 aydan sonra elə müştərilərini, yəni elə bazarda tanınan şirkətlərin müştərilərini əlindən almışdı ki, yəni özü də gəlir deyirdi ki, hamısı bizə deyirlər ki, sizdə baha da olsa sizdən alacaq, çünki siz bizim işimizi yaradırsınız. Yəni sifariş verən kimi reaksiya verirsiniz və s. Bəzən deyir, biz 3 dəfə zəng vururuq, gözləyirik, malımızı vaxtında çatdırmırlar, bizdə müştərilərimiz var, biz də gecikirik. Yəni bu konkret misallar real Azərbaycan bazarında olan bizneslərdən çəkilən misallardır. Ona görə də o dediyim kimi yenə də baxmaq lazımdır sektora, müştəri ağrılarına, müştərilər nədən şikayət edir, nə istəyirlər, adi bir yəni belə deyək də, obyektiv olan bu qiymətləndirmə var. Biz diaqnostika aparanda bizneslərdə bunu tətbiq edirik çox vaxt. Sahibkara dedik ki, obyektiv olaraq öz bazarın üçün əsas səmərəlilik, yəni müştərilər üçün əsas vacib amillər hansıdır, onları qeyd edirik. Dəyərlər. Əsas dəyərlər, bəli. Qiymət, müddət, çatdırılma, asortiment və Sürət. s. Yəni sizə əgər bunlar hesab edirsiniz ki, ən vacib amillər bunlardır, ondan sonra yazırsınız öz şirkətinizi və qiymətləndirin özünüzü ki, mən bu amildə hansı balda özümü qiymətləndirərdim 10 ballıq şkala ilə. Sonra əsas 5 rəqibinizi də onun yanına yazın. Onları da qiymətləndirməyə çalışın, amma çox obyektiv olmaq lazımdır. Və sonda baxın ki, sizin zəif tərəfləriniz hardadır? Müştərilərinizin zəif tərəfi hansıdır? Onların güclü tərəfi hansıdır? Sizin güclü tərəfiniz hansıdır? Və ən azından belə bir qiymətləndirmə aparıb, yəni bu da metodlardan biridir, belə deyək. O zaman o bizim üçün yeni bir imkanlar, ideyalar verə bilər ki, okey, burada fokuslaşmaq lazımdır. Bəli. Əsas məsələ burada əlbəttə ki, müştərilərdən sorğuları düzgün qəbulu və emalıdır. Yəni sizin rəqabət üstünlüyünüz harda ola bilərsə, siz onu müştərilərdən rahat əldə edə bilərsiniz o məlumatları. Əlbəttə ki, siz bütün o müştərilərin bütün ağrılarını həll etməkdə yaxşı və birinci ola bilməzsiniz, mümkün deyil. Amma
sizin potensialınız, kompetensiya, bilik, təcrübənizə uyğun olaraq komandamızın imkanları və resurslarına, bilik, təcrübələrə uyğun olaraq siz müştərilər bu istiqamətdə hansı ehtiyacları varsa, siz onlara diqqət yetirməlisiniz, həssas olmalısınız və onlardan və qeyd etdiyim kimi sizə uyğun olanı hansıları ki, rahatlıqla həll edə bilərsiniz, e, onların üzərində çalışa bilərsiniz. Amma mütləq şəkildə də deməli rəqibləri də tanımalısınız. Rəqiblər Artıq. neçə deməli 10 ballıq deməli şkala ilə onlar neçə balla bunu yerinə yetirirlər. Əgər siz orada bir üstün ola bilirsinizsə, açıq-aşkar buna potensialınız varsa, deməli sizin rəqabət üstünlüyünüz elə orada olacaq. Burada həll edici an elə müştəriləri dinləməkdir. Bəzən də İlkin müəllim elə olur ki, e, əlbəttə müştərilərdən müştəriyə fərqi olur, söz yox. Onların da bizim düşüncəmizə görə bir neçə kateqoriyası olur da. Artıq ehtiyacı dərk edənlər və ehtiyacı dərk etməyənlər, onlar da ümumiyyətlə artıq bu bizim məhsul və xidmətdən istifadədə peşəkar olanlar, yəni çoxdan da istifadə edənlər, onlar daha deməli bu məhsulla yaxşı və dərindən tanışdılar. Yəni ehtiyacın dərk olunmasında dərəcələri müxtəlif olur da. Yəni biz onu 4 yerə bölürük. A, B, C-dir. İndi bizim daxili komandada müştərilər dərk etdiyi ehtiyacları bizə rahatlıqla deyə bilirlər. Deyirlər ki, bu Evet, lazımdır, bu lazımdır, bu lazımdır. İndi necə deyərlər, igid o şirkətə deyəcəyəm ki, gedib müştərinin dərk etmədiyi bir ehtiyacları ortaya evet, çıxsın. Ya onu tamam, dindirsin, sorğularla dindirsin, ya da ki onun dərk etmədiyi, amma müəyyən bir əlamətlərlə ona lazım ola biləcək, amma adını bilmədiyi, ifadə etmədiyi ehtiyacları ortaya çıxartsın. E, Daha ciddi rəqabət üstünlüyü məhz bu məsələlərdə yaratmaq olur. Onun ki, rəqiblər elə onlar da sizin yolunuzla gedir, necə deyərlər. Onlar da elə eşitdikləri müştəridən onu həll etməyə çalışır. Yəni bu çox aşkardır da. Bu hər evet, kim gördüyü və düzələ biləcəyi bir şeydir. İndi yaxşı e, peşəkar və yaxudsa uzaq görən şirkət rəhbəri odur ki, e, bu segment üçün, bu müştərilər üçün e, lazım olan, amma onun adını bilməyən bir məsələni də araşdırıb ortaya çıxara bilsin. Və belə məsələni də təkrarlamaq, siz bayaq qeyd etdiyiniz kimi təkrarlamaq da olduqca çətin olur. evet, Olduqca çətin olur. E, Növbəti bir deməli suala və yaxudsa istiqamətə keçid etmək istərdim burada. Bəzən elə bir təəssürat yaranır ki, sahibkarlarda, bəli, bizim dediyimiz qaydada, öz bildiyi qaydada hətta ola bilsin, rəqabət üstünlüyünü təmin etdi, əvvəl aşkarladı, sonra onun üzərində çalışdı və rəqabət üstünlüyünü təmin edəndən sonra müştəriyə bir fərqli bir xidmət və məhsul göstərir və bu onu müəyyən bir müddətə qədər bazarda aktual saxlayır, rəqiblərdən üstün eləyir, satışını qaldırır, brendin tanınmasına xidmət edir və düşünürlər ki, bununla da məsələ bitdi. Bitdi. Ona görə ki, artıq mən bu işi gördüm, keçim başqa bir məsələ. Misal üçün başlayayım, fokus edim filialların açılışına və yaxud fokus edim yerli istehsalçılardan yox, xarici istehsalçılardan məhsulları gətirim və s. və s. Biznesdə müxtəlif qayğılar var. Amma bir nüansı burada unudurlar ki, rəqabət üstünlüyü bəlkə bütün digər proseslərdən, bütün digər məsələlərdən davamlı yaxşılaşdırmaya ehtiyacı olan bir məsələdir. Yəni bunu bir tamam, də biz etsək, hazır qoysaq və bu özü özünə gedəcək, bu belə bir anlayış yoxdur biznesdə. Rəqabət üstünlüyü nəyə görə davamlı üzərində yaxşılaşdırılmalıdır? Yəni üzərində çalışmalıyıq. Siz bayaq qeyd etdiniz, rəqiblər də bekar oturmurlar. Onlar da rəqabət üstünlüyü təmin etmək üçün addımlar atırlar. Bir bu var. Bir də ki, bizim müştərilərin də ehtiyacları zamanla dəyişir İlkin müəllim. Zamanla ehtiyaclar, tamam. dərdişlər dəyişir, onların dünya görüşləri dəyişir. Bax, bu istiqamətdə nə deyə bilərsiniz, təcrübədən nə danışa bilərsiniz ki, bizim izləyicilər üçün faydalı və maraqlı olsun?
Çox vacib məqama toxundunuz, doğru deyirsiniz. Yəni bəzən şirkətlər rəqabət üstünlüyü əldə etmişəm deyə düşünərək bir növ belə deyək də rahatlanırlar, Bəli, komfort zonaya girirlər və bu öz-özünə davam eləyəcək deyə düşünürlər. Yəni bu tamamilə yanlışdır. Çünki biz dedik ki, əgər doğrudan da innovativ, dərindən düşünülmüş, strateji planlaşdırılmış rəqabət üstünlüyünün tətbiq olunması əlbəttə ki, sizə bir müddət bazarda bir növ deyək, daha səmərəli, daha mənfəətli iş görməyə imkan verəcək. Amma yadda saxlamaq lazımdır ki, yəni belə bir söz də var ki, bazarda heç bir addım itmir. O addımı ya siz atacaqsınız, ya geci-tezi rəqiblər atacaq. bəli. Yəni buna görə davamlı olaraq bunun üzərində düşünmək lazımdır və sizin də qeyd elədiyiniz mən bir məsələni xatırlatdı. Mən 2006-cı ildə Yaponiyada bir biznes menecment kursunda olmuşam. Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının xətti ilə və orada Yapon idarə etmə üsulunu öyrənməyə çalışmışıq, müəssisələrə getmişik, iri müəssisələrə tanınmış brendlərin rəhbər işçiləri ilə görüşmüşük, ünsiyyətdə olmuşuq, suallarımızı vermək imkanımız olub. Mən burada misal üçün Toyota'nın misalını çəkə bilərdim. Mən Nagoya şəhərində Toyota'nın marketinq departamentində, baş ofisində bizi qəbul eləmişdilər bizim belə deyək heyəti. Bildiyiniz kimi Toyota biznesin strukturlaşması, sistemləşdirilməsi və keyfiyyətin təminatı üzrə dünyada lider brendlərdən, istehsalçılardan biridir. Bəli, Və biz onların bir avtomobil istehsalı zavodunda olduq və o proseslərin hamısını izlədik, suallarımızı verdik. Bir kitab var, deməli, Amerikan müəlliflərin də təəssüf ki, onların adlarını unutmuşam indi deyə bilmirəm. Amma kitabın adı belədir, Dovşana çatmaq, Daqnaq Zaytsev. Yəni o orada bu məsələnin fəlsəfəsini elə izah edir ki, bir çox şirkətlər lider şirkətlərin bazarda, lider şirkətlərin atdığı addımları izləyirlər, onları öyrənirlər və sonra da onları kopyalamağa çalışırlar. Yəni özlərində tətbiq eləməyə çalışırlar. Amma nəzərə almırlar ki, sən bu işləri görüb 1 il, 2 il, 3 il ərzində gəlib onların indiki olduğu yerə çatmaq istəyirsən. Amma onlar yerində durmurlar axı. Onlar da həmin müddət ərzində daha yeni innovasiyalar, yeni tətbiqlər, yeni belə deyək, müştəri yanaşma. üçün faydalı olan inkişaf addımları atırlar ki, bu da onları artıq siz ora çatanda onlar başqa mövqedə olacaq. Ona görə də yəni başqasını həmişə başqasından əxz eləmək, sürətini çıxartmaq, kopyalamaq bu heç də həmişə effektivli olmur. Yəni effektiv olması üçün siz dediyiniz kimi özünüzün müştərinin dərk eləmədiyi o ehtiyacların üzərindən qurmaq və gətirmək lazımdır. Bunun üçün də Yaponiyada tətbiq olunan bir o daimi yaxşılaşdırma deyilən bir Kaizen fəlsəfəsi var. Siz çox Bəli, gözəl bilirsiniz. bəli, bəli. Biz bizneslərin birində bu şirkətdə bunu tətbiq elədik. Nəticələr də aldıq. Tətbiq də ondan ibarət idi ki, Kaizen fəlsəfəsinin əsas meyarı ondan ibarətdir ki, əgər sən hər hansı bir işi bu gün yaxşı görürsənsə, bu demək deyil ki, onu daha yaxşı eləmək mümkün deyil. Yəni daim daha yaxşı eləmək üçün, çünki kamil olan yalnız Allahdır. İnsan kamil deyil və daim yaxşılaşdırmaq üçün yerlər, imkanlar aramalısan, axtarmalısan və tətbiq eləməlisən. Bəli, Kaizenin də yanaşmasının təməl prinsiplərindən biri budur ki, bu yaxşılaşdırma prosesinə bütün işçi heyəti cəlb olunmalıdır. Yalnız bu sahibkarın strateji düşüncəsi ilə və yaxud idarə heyətinin fikri ilə olmamalıdır. Və biz də bunu çalışmışdıqca əks eləyək. Düzdür, bizim burada bir çox amillər var ki, təsir edir, onu belə deyək də, Azərbaycan sayağı Kaizen eləmək lazımdır. Çünki
Mentalitet nöqteyi nəzərdən Yaponların bizim mentalitetimiz, düşüncə tərzimiz, yanaşmamız, işə münasibətimiz çox fərqlidir. Yəni onlar çox kollektivdilər. Yəni kollektivə hörmət edən, kollektivdən kənarda özünü görməyən, amma biz daha çox individualistik. Ona görə də bizdə biraz bu Kaizen fəlsəfəsini %100 Yaponiyadakı kimi tətbiq eləmək olmayacağını biz əvvəlcədən bilirdik. Ona görə biz onu öz aramızda deyirdik ki, bu Azərbaycan sayağı Kaizen olsun. Yəni ən azından nədə ki biz bunu eləyə bilirik, tətbiq eləyək. Və doğrudan da davamlı yaxşılaşdırma, davamlı inkişaf o deməkdir ki, sahibkar heç vaxt rahat olmamalıdır. Yəni bu yaxşılaşdırmanı davamlı təkmilləşdirməni belə deyək, özü üçün bir həyat prinsipinə, biznesin prinsipinə çevirməlidir ki, o liderlik mövqeyinə gəlsin və o mövqeydə özünü yəni belə qoruya bilsin rəqiblərdən. Bəli, bəli, tamamilə doğrudur. Davamlı yaxşılaşdırma, davamlı rəqabət üstünlüyü təmin etmək deməkdir bir mənalı şəkildə və həmişə rəqabətli olmaq üçün davamlı yaxşılaşdırmaq lazımdır. Bəzən də xırda səhvlər bizi rəqabət üstünlüyündən edir. Əvvəl qazandığımız, əldə etdiyimiz, bu günə qədər bizə fayda və gəlir gətirdiyimiz bir rəqabət üstünlüyüdən bizi yayındırır. Və onun kökündə əlbəttə ki, birinci növbədə bunun davamlı şəkildə olmasını nəzərə almamaqdır. Yəni yaxşılaşdırmaq lazımdır daim bunu. Müştəri feedbackləri, mən bir dəfə bunun istəklərini həll etdim, bu iş bitdi, yox. Müştəri feedbackləri və yoxsa tövsiyə və rəylərin həssas şəkildə izləmək məsələsi çox vacibdir ki, biz hər gün müştərilərin istəklərini dinləməliyik. Bir sözlə biz rəqabət üstünlüyü bir dəyər yaratmaq bir məsələsidir. Bu dəyər müştəriyə birinci növbədə çatmalıdır, ikinci növbədə doğrudan da ona faydalı olmalıdır. Müştəri bunu sözün əsl mənasında hiss etməlidir. Mən yadıma gəlir, biz update edirik. Siz də bilirsiniz bizim updatelər 500-ə yaxın qrupda. 500 yox, əslində 500 istifadəçidir. Bizim ümumiyyətlə bazamızda 3000 müştəri var. 3000 müştəriyə əgər biz bunu çatdırırıqsa, ayda 30 dənə update'imiz var. Müştərilər, yəni dəyər məsələsidir. Yəni necə onu hiss edir dəyər məsələsini. 30 məsələdə bildiyiniz qədər bizdə ondan çox segment var. Bizim məhsulu istifadə edən şirkətlər. Bəzən də cəsarətlidirlər və yaxudsa sadəcə olaraq fikirlərini rahatlıqla izah edə bilən o ola bilsin ki, bizim ünsiyyətimiz ondan yaxşı deyə açıq-aşkar update-dən sonra yazır. Bu 30 məsələdən nə olsun, cəmi bir dənəsi bizə aiddir. Yəni müştəri istədiyiniz bir addım atırsınız bazarda, istənilən bir fəaliyyət göstərirsiniz, dəyər kimi təqdim edirsinizsə, o özünü orada axtaracaq. Özünü gördükdə Tamamilə. Öz faydasına baxacaq. öz faydasına. Ona görə də bu çox vacibdir. Bir də sizin dediyiniz məsələ də mənə belə yadıma bir hal saldı. Yəni rəqibləri təqlid etmək, rəqibləri yamsılamaq mövzusunda. Əlbəttə ki, rəqibləri öyrənmək çox vacibdir. Yəni siz rəqabət üstünlüyü təmin etmək istəyirsinizsə, siz bilməlisiniz rəqiblər indi nə edirlər, nəyi yaxşı edirlər, nə yaxşı onlarda alınır, onların hansı deməli fəaliyyəti müştərilər tərəfindən yüksək dəyərləndirilir. Əlbəttə ki, bilməliyik ki, yəni bu məsələlər o seqmentdə olan müştərilər üçün dəyərlidir, önəmlidir. Ona qiymət verirlər və o da müştərilərə həmin şirkəti seçməyə bir əsas verir. Bir kriteriyadır. Rəqabət üstünlüyü bir kriteriyadır ki, bu məsələ kimdə olsa mən ondan gedib məhsulumu alacağam. O məsələlər ki var, onlar elə rəqabət üstünlüyü təmin edən məsələlərdir. Amma onun da bir sərhədi var. Siz çox doğru qeyd etdiniz ki, biz bəli öyrənməliyik, təhlil etməliyik, rəqibləri daim izləməliyik, onların fəaliyyətindən xəbərimiz olmalıdır. Nə ki onların fəaliyyətini, hətta onların müştəriləri onlarla bağlı nə fikirdədir, onları da bilsək, əlbəttə ki, bu kəşfiyyat siz həmişə bu hərbi ilə müqayisə edirsiniz. Elə bu kəşfiyyat məlumatları bizə kifayət qədər imkan verir ki, rəqabət üstünlüyü daim yaxşılaşdıraq. Bilək ki, bizim sferada bu
bizim bu segmentdə, bu camiədə nə baş verir də ümumiyyətlə. Amma bunun çox da alıdə olmağın da bir mənfi tərəfi var, hansı ki siz qeyd etdiniz. O dovşana çatmaq məsələsində Bəli, düşünürəm ki, dovşana çatmaq məsələsində o misal dovşan bir xəttə hərəkət etmir də. O bəli, sonra qaçır sağa, sola, o azdırır. Yəni biz əgər dovşanın bir addımını ölçsək və düşünsək ki, ikinci addım da o istiqamətdə olacaq, o yanlış olur. Dovşan artıq istiqamətini dəyişir. Ona görə bəli. rəqibləri də yamsılamaq bu baxımdan çox ciddi şəkildə yamsılamaq və yaxudsa hər şeyi qırağa qoyub öz fikri, düşüncəvi araşdırmağı qoyub yalnız onun istiqamətini hərəkət edəcəm, böyük bir fəsadlara gətirə bilər. Ona görə ki, birincisi rəqib də səhv edə bilər. Sən o səhv təcrübəni yamsılamış olursan. İkincisi də ki, sən rəqibdəki daxili prosesləri bilmədiyinə görə növbəti addım harda olacaq? Onu sən ölçə bilmirsən. Üçüncü məsələ də odur ki, sən əgər rəqibi yamsılasan və onun etdiklərini təkrarlasan, çox güman ki, sən həmişə ondan bir neçə ay, bəlkə də bir neçə il geridə qalmış olacaqsan. Sonra ki, sən onu tətbiq edənə qədər rəqib Bəli, o başqa bir şeylə. yeniliyi tətbiq Sən eləyəcək. həmişə ikinci, üçüncü, dördüncü rolda olan bir deməli şirkət olacaqsan. Yəni bu kifayət etmir. Yəni bununla paralel sənin şəxsi təşəbbüsün, fikirlərin, araşdırmaların, fərqli hətta təşəbbüsün, fikirlərin və araşdırmaların olmalıdır. Mənim deməli 3 il bundan qabaq bir görüşüm vardı bir yoldaşla. İşdən soruşdu, nə yerdədir, nə ilə məşğulsan? Dedim, hə, bizdə bütün fokusumuzu, diqqətimizi Prospect Cloud ERP layihəsinə yönəltmişik. Deyirəm, o sizin layihədir. Deyirəm, hə, bizim layihədir. Deyirəm, nəyə görə soruşursan? Deyir, mənim bir dostum var, proqramlaşdırma ilə məşğuldur. Deyir, onun tanışı Prospect Cloud ERP-nin deməli abunəçisidir. Deyir, o da deyir mütəmadi olaraq deyir, gedirəm mən dostumun yanına, baxıram Prospect hansı yenilikləri edir. Mən də onlara deyir təkrarlayıram. Və deyir mənə deyir düşünməyə, fikirləşməyə heç qətiyyən ehtiyac yoxdur. Mən öz işimlə məşğulam. Hı hı. Update-ləri gəlib baxıram və gedirəm yamsılıram. Deyirəm onda o uduzdu. Deyir, niyə uduzdu? Axı səni təkrarlayır. Deyir, biz hansı məsələlərə görə o qərarları veririk. Ondan xəbəri yoxdur daxildə. Biz bu işləri görməklə hansı işləri düşünmüşük? Ondan xəbəri yoxdur onun. Və Bəli, tamamilə. və biz o işlər ki, hansı ki, ərsəyə gətirilir, proqramda öz əksini tapır, yəni o sistemdə öz əksini tapır, o modullar. Biz onları bu günləri işləyib sabah update etmirik ki, biz onları 6 ay bundan qabaq başlamışıq. Deməli, ən azı o 6 ay, 1 il bizdən geridə qalacaq. Bəli, bəli, Və bu tamamilə. məsələdə siz çox doğru vurğuladınız. Rəqibləri təqlid etmək, rəqibləri deməli kopyalamaq, təkrarlamaq onun da bir sərhədi və həddi olmalıdır. Əks halda biz onlardan bayaq dediyim məsələdə geri qalacağıq və yaxudsa həmişə ikinci rolda olacağıq və sair və ilaxır. Onlara followerlər deyirlər də, həmişə liderlərin arxasıca gedən Bəli, şirkətlər. bəli, Onlar bəli, follower bəli. olur. Bəli, tamamilə doğrudur. E, biz indi detallı şəkildə rəqabət üstünlüyündən danışdıq, amma bir məsələ də bizim danışıqlarımızı bəlkə də tamamlayar, biraz da onu faydalı və maraqlı edər. Dəyərləri biz yaradırıq, biz onu rəqabət üstünlüyə çeviririk. Bu rəqabət üstünlükləri hansı yollarla biz müştəriyə çatdırmalıyıq və ümumiyyətlə bunları necə çatdırmalıyıq? Çatdıra bilirikmi? Yəni bundan çox şey asılıdır düşünürəm ki, əgər biz bir dəyər yaratmışıqsa, bir rəqabət üstünlüyü təmin etmişiksə, amma bizim müştərilər bundan xəbəri yoxdursa, deməli rəqabət üstünlüyü də yoxdur. Tamamilə. Bu barədə zəhmət olmasa məlumat verək. Əgər təcrübənizdə bundan bağlı bir кейslər varsa, onlar deyə bilərik ki, rəqabət üstünlüyü hansı yollarla biz Hı hı. öz müştəri segmentlərimizə çatdırmalıyıq? Çox vacib sualdır. Doğrudan da doğru deyirsiniz. Bəzi şirkətlərdə əlbəttə ki, görürsünüz ki, onlar rəhbərlik düşünür, nəyisə tətbiq eləyir, innovasiya gətirir və ancaq özü deyir ki, görüşdə ki, bizim rəqabət üstünlüyümüz var. İlk növbədə qeyd eləmək lazımdır ki, rəqabət üstünlüyü ümumi olmamalıdır. Bəli, Biz daha yaxşı xidmət göstəririk. Necə daha yaxşı?
Biz onlardan daha Bunu yaxşı. necə ölçürsüz bunu? Hı hı. Bizim qiymətlər daha ucuz. Necə Bəli. ölçürsüz bunu? Yəni bunların hamısında yəni bunu təkzib eləyə biləcək və yaxud da bunu müştəriyə yəni ümumi reklamla çatdırmaqla olmur. Niyə görə? Çünki heç vaxt heç bir şirkət reklamda özünün reytinq sıralamasında 80-ci yerdə olduğunu reklam eləməz. Heç kəs özünün xidmətinə pis deməz, keyfiyyətinə pis deməz məhsulunun. Düzdürmü? Aşırı Hamı da bunu turist da demir. bəli, heç kəs öz ayranına turş deməz. Bunu da insanlar çox yaxşı başa düşür. Bunu tətbiq eləməyin unikal yollarını da tapmaq lazımdır. Misal üçün biz bir şirkəti qurarkən mənim təcrübəmdə olub, mən onun rəhbərliyində iştirak eləmişəm. Biz deməli qida məhsullarının istehsalı olan bir şirkət idi. Biz əvvəlcədən özümüz üçün məqsəd qoymuşduq ki, biz bu sahədə qida təhlükəsizliyi üzrə beynəlxalq ISO sertifikatını alacağıq. Hı hı. Onun üçün də məsləhətçi cəlb eləmişdik. Məsləhətçi də bizə deyirdi ki, bu belə olmalıdır, beynəlxalq standart bunu tələb eləyir. SGS sizdən bunu istəyəcək, kimdənsə və s. Çünki bəzən olur ki, sənəd xatirinə gedib pul verib hansısa məsələni sertifikat alırlar, amma bizim məqsədimiz doğrudan da istehsal sahəsini standartlara uyğun qurmaq idi. Çünki bilirdik ki, bazarda rəqiblərimizin 90%-də belə bir istehsal yoxdur. Bu bizim üçün rəqabət üstünlüyü ola bilər. Biz ora yəni sahibkar ora böyük miqdarda vəsait xərclədik. Hı hı. Yəni ən xırda şeylərə belə məsəl üçün ki, bu burada belə olmamalıdır. Adi bir misal deyim ki, bütün sexlərin yer örtüyü evə vurduğumuz parketin, yəni ən bahalı parket yer örtüyündən 2 dəfə baha başa gəlir. Təsəvvür edin 2000 kvadratlıq, 3000 kvadratlıq bir istehsal sahəsini bu örtü ilə ölçmək və s. Yəni bunlar doğrudan da bütün bizim standartlarımızı ISO standartlarına uyğun olaraq hasp və qida təhlükəsizliyi standartlarına uyğun olaraq edilməsinə çalışdıq və bütün işçiləri də bu istiqamətlərində təlimləndirdik, qaydaları o istiqamətdə qoyduq və s. Amma bu bizim istehsalımızdır. Müştəri bizim ancaq məhsulumuzu görür, istehsalımızı görmür. Biz fikirləşdik ki, bunu hansı yollarla müştərilərimizə çatdıraq və bizim də təbiidir ki, müştərilərlə bir ünsiyyət kanallarımız var idi. Facebook üzərindən, Instagram üzərindən, birbaşa bizim loyallıq proqramı üzərindən və s. Biz onlara mesajlar atırdıq ki, biz hər ayda 2 dəfə müştərilər üçün istehsal sahəmizə ekskursiya təşkil edirik. Bəli. Kim iştirak eləmək istəyirsə, müraciət eləsin. Və məqsədimiz də ondan ibarət idi ki, bizim istehsal, çünki müştəri ağrılarından, müştəri şikayətlərindən eşitmişdik ki, bunlar margarin qatırlar, nə bilim mala, nə bilim bunlar Allah bilir harda istehsal eləyirlər, hansı şəraitdə eləyirlər. Çünki istənilən halda nə qədər sən keyfiyyətə belə deyək də, keyfiyyətə çalışsan da, Bəli. hərdən tək-tük problemlər yaşanır. Yəni olur ki, məsələn, nə bilim, xırda problemlər olur. Yəni bu 100% bunun qarşısını almaq mümkün deyil, amma 99 var. Ona görə biz belə müştərilərin bütün o şübhələrini, narahatlıqlarını aradan qaldırmaq üçün təklif eləyirdik və qruppalar yığılırdı. Biz həmin adamları gətirirdik istehsal sahəsinə. Yəni müəyyən bir yerdə toplanırdı, bizim maşınla gətirirdilər bizim istehsala. Onlara əvvəlcədən istehsalda özünü necə aparmaq, davranış qaydaları haqqında 5 dəqiqəlik, 10 dəqiqəlik təlimat verilirdi. Sonra onlar hamısı geyinirdilər, bütün istehsal sahəsini gəzirdilər. Sonra öz əlləri ilə tort hazırlamaq, hansısa bir şirniyyat hazırlamaq şəraiti də yaradırdıq. Onlar orada istifadə elədikləri məhsulların keyfiyyətinə də baxırdılar, adlarını da görürdülər və s. Və sonradan da hərəsinə balaca bir kiçik o şirniyyat hədiyyəsi ilə yola salırdıq, gedirdilər. Şəkil çəkdirirdik və s. Yəni bu adamlar artıq sənin o üstünlüklərini, rəqabət üstünlüklərini, onlar sənin belə deyək, gəzən reklamların olurdu. Sonra biz o şəkilləri sosial şəbəkələrimizdə paylaşırdıq, onların fikirlərini, onların və s. Yəni bizim istehsal sahəsində aldıqları təcrübələri bölüşürdük. Yəni bu təcrübədən bir misaldır. Yəni bu o deməkdir ki, hər bir
e, rəqabət üstünlüyünün özünün unikal çatdırılma yollarını düşünmək lazımdır ki, mən bunu harda və necə müştərimə çatdırım ki, müştəri bilsin. Çünki siz dediyiniz kimi ola bilər müştəri həmin ehtiyacı heç dərk eləmir. Və yaxud da bunu görəndə deyəcək ki, nə yaxşı, burada bu da var imiş. Doğrudan da yəni elə olur. Məsəl üçün, bəzən olur ki, indi müasir maşınlarda adam maşını alır, sürür, 5 ildən sonra ona deyirlər ki, sən bu düyməni basmısan, heç deyir, yox, heç bilmirəm o nə üçündür. Deyir, bunu basanda belə olur. Mən bilsəydim bunu istifadə edərdim. Nə Evet. yaxşı bir şeymiş. Yəni, istənilən məhsul və xidmətdə də bu var. Ona görə də həmin unikal təklifi, rəqabət üstünlüyü verən məqamları bizim o, belə deyək də, kompleks marketinq strategiyasında düzgün mövqeyini müəyyən eləmək lazımdır və mərhələli şəkildə, davamlı şəkildə həyata keçirmək lazımdır. Yəni bəzi şirkətlər olur ki, deyirlər ki, siz bizim marketinq strategiyamızı hazırlaya bilərsiniz. Deyirəm ki, bəli, hazırlaya bilərik, amma sizin şirkətin özünün strategiyası varmı? Deyir, yox. Yəni o zaman əlbəttə ki, sən artıq başa düşürsən ki, yəni burada tam məsələni dərk eləmir sahibkar. Yəni marketinq strategiyası, ümumi strategiya yoxdursa, sən hara getdiyini bilmirsənsə, hansı məhsulda üstünlük əldə etmək istədiyini, rəqabət üstünlüyünü nədə gördüyünü bilmirsənsə, marketinq nəyə xidmət eləyəcək? Marketinq sənin üçün araşdırma apara bilər, marketinq sənin üçün hansısa reklam kampaniyanı təşkil edə bilər, sosial medianı idarə edə bilər, amma o məşhur bir sahibkarın sözü olmasın, o deyir ki, marketinq yalnız marketinq mütəxəssislərinə həvalə edilmək üçün çox ciddi bir işdir. Yəni bunu yalnız marketinq mütəxəssisləri eləməməlidir, bunu sahibkar düşünməlidir, idarə heyəti, Ben, strateji düşüncə olmalı. Yəni bu o zaman effektiv olur, mərhələli olur, davamlı olur, oturuşmuş olur və müştəridə də əlbəttə ki, o inamı yaradır ki, mən düzgün şirkətlə çalışıram, mən düzgün yerdəyəm, mən düzgün məhsulları alıram. Çünki hər zaman bilirsiniz ki, müştəri narazı olan kimi o saat alternativlər axtarır və ben, axtarırsa da gec-tez o alternativləri tapır və biz heç bilmirik ki, müştəri nəyə görə getdi, nədən narazı qaldı və s. Və bu da onu deməyə əsas verir ki, müştəri rəyləri müxtəlif omni-channel dediyimiz bütün kanallarla mümkün olan az resurs sərf eləməklə nə mümkündürsə müştərilərin məlumatını onların bölüşməsi üçün, onların fikirlərini ifadə eləməsi üçün bütün şəraiti yaratmaq lazımdır. Təşviq etmək lazımdır onları buna və o zaman əlbəttə ki, müştəridən yaxşı sizə eyiblərinizi deyən olmayacaqdır. Əla, çox burada bir vacib bir nöqtəyə toxundunuz ki, gəlir sizə deməli müştəri müraciət eləyib, sifarişçiniz daha doğrusu ki, mənim üçün marketinq strategiyasını qurur. Sizin çox vacib bir sualınız orada olub ki, bəs sizin ümumiyyətlə şirkətin strategiyası varmı? Birinci ona baxaq da orada görək nə yazmısınız, nə göstərmisiniz. Bu elə bizim verilişin əvvəlinə qayıdır, mövzunun əvvəlinə qayıdır ki, rəqabət üstünlüyü sizin biznes planınızda, şirkətin strategiyasında, missiyasında, vizyonda əks olmalıdır. Əgər bu məsələni qəbul etmək istəyirsinizsə. Əgər orada öz əksini tapmayıbsa, əlbəttə ki, istənilən bir fəaliyyətiniz marketinqdə ötəri olar, qısa müddətli olar, davamlı olmaz, ardıcıl olmaz. Yəni bu şirkətin vizyonu üst-üstə gəlmir. Və doğrudan da biz müştərilərimizə öz rəqabət üstünlüyümüzü, fərqli cəhətlərimizi çatdırmaq bacarmalıyıq. E, Belə götürək də, ümumiyyətlə biznesin yaranması üçün və yaxudsa onun uğurlu olması üçün üç məsələ var. Düzdür, mövzumuzdan biraz kənar olsa da qısa toxunmaq istəyirəm. Biri odur ki, bazarın bayaq qeyd etdiyimiz kimi ağrını bilmək. Mən bilirəm ki, bu ağrı var, bu problemlər var. Bunu bu məsələlər mövcuddur. Bunu həll etmək mümkündür. İkinci məsələ, bu ağrıları, bu problemləri mənim həll etmək üçün kompetensiyam var. Əgər uğurlu olmaq istəyirsəmsə, deməli problemi görməliyəm. Problemi həll etmək üçün bacarığım olmalıdır. Mənim və yoxsa mənim komandam fərq etməz. Mən belə insanlar toplaya bilərəm. Və üçüncü məsələ yoxdursa, bunların heç bir mənası yoxdur. Üçüncü məsələ də odur ki, mən bu problemi bilib, onu həll edib, qarşı tərəfə
çatdıra bilərəmmi ki, mən onu həll edə bilirəm? Necə həll edə bilirəm? Bax bu nöqtədə məhz rəqabətli üstünlüyü və onun çatdırma yollarından söhbət gedir. Biz öz daxildə, komandamızda, yəni hansı işləri görürük? Mən sadəcə olaraq bizim praktikadan biraz paylaşmaq istəyirəm. Sizlə də çəkiliş olub, yəni siz müştərilərin öz dili ilə Bəli. məhsulumuz hansı problemi həll edir? Yəni bizim Hı rəqabət hı. üstünlüyümüzü müştərilərin dili ilə. Bu daha inandırıcı və daha səmimi görünür. Ona görə bir var ki, mən deyirəm ki, mən bu məhsulu belə etmişəm. Bir var ki, bunu istifadəçi özü deyir. Yəni müştərilərlə siz çəkiliş edə bilərsiniz, müştərilərlə siz deməli intervyu edə bilərsiniz. Onların rəylərini, fikirlərini alıb saytınızda və yaxudsa sosial mediada dərc edə bilərsiniz. Hətta mən biraz da qabağa getmək istəyirəm və bizim növbəti addımımız o olacaq. Bu dəyərləri daxildə komanda ilə İlkin müəllim çox maraqlı bir deməli məsələdir mənim üçün. Hər halda sizin də Bəli. fikrinizi öyrənmək istəyirəm. Bu dəyərləri daxildə komanda necə qurursa, necə hazırlayırsa, necə buna qərar verirsə, o prosesi indi axı mümkündür də biz onlayn mitinq vasitəsilə o iclasları, o toplantıları çəkib müştərilərə göstərmək. Necə ki siz dediniz ki, o Hı hı. zavoda dəvət edirsiniz fiziki olaraq. Bir də virtual iclaslarımızı, misal üçün elementar olaraq bizim misalda müştərilərin feedbackləri var. 100 dənə feedback var. Biz 30-unu etməliyik bu ay. O 30 feedbacki hansı kriteriyalar əsasında, hansı meyarlar əsasında biz seçirik və ilk növbədə prioritetləri müəyyənləşdiririk. Hı O hı. prioritet müəyyənləşdirilməsi qaydası, o məsələlərin incələnməsi, müştərinin sadə fikrini biz necə genişləndirib digərləri üçün də faydalı ola bilməsi üçün onu necə biz genişləndirib və daha çox funksiyalar edirik. Bax, daxili prosesləri kim müştəriyə çatdıracaqsa mən düşünürəm ki, şirkətlər hansı ki daha şəffaf olacaqsa, o şirkətlər daha yaxşı öz əsas uğur amirlərini, öz rəqabət üstünlüklərini müştərilərə daha tez çatdırmış olacaq. Mənə belə gəlir ki, şəffaf şirkətlərin dövrü başlayır. Ya da ki, onun əksi, hansı ki, artıq o keçmişdə qalıb, şirkətin fəaliyyəti haqqında məlumat yoxdur. Sadəcə olaraq piştaxta məhsul var. İnandırım sizi ki, bəlkə də o keyfiyyətli məhsul olsa da sual yaranır, görürsən bunu kim edir? Tamamilə, tamamilə. Hətta o bəzi geniş yayılmış bizneslərdə də var. Görmüsünüz ki, restoranlarda müştərilərin oturduğu zalla mətbəx arasında şəffaf şüşə olur. Bəli. Yəni ki, Bax, sənin yeməyin necə hazırlanır, hansı şəraitdə hazırlanır. Çünki bəli, bəli, bəli. doğrudan da yəni bu sektorda belə deyək də ədalətsiz, hətta qeyri-qanuni Bu fəaliyyət istifadə, bu göstərənlər də istifadə. var, sui-istifadələr var. Bəzən adam deyir ki, sən gedib onun mətbəxinə girsən, orada heç vaxt daha yemək sifariş eləməzsən. Yəni belə məqamlar da var. Yəni bunlar da müştəri ağrılarıdır. Nə vaxtsa kimsə bununla rastlaşıb, ona görə şəffaf eləyib ki, mən bütün işim göz qabağındadır. Və ona görə də tamamilə doğru vurğuladınız ki, bunu müştərinin dilindən eşitmək başqa şeydir, şirkətin dilindən eşitmək başqa şeydir. Və bu bayaq dediyim kimi şirkət təbii ki, heç hamı öz uşağını, öz uşağı zəif də olsa, ana, ata heç vaxt onu pisləmir, başqalarının yanında tərifləyir. Özü ikilikdə olanda pisləyə bilər. Ona görə də müştərilər daha çox belə deyək, heç bir marağı olmayan, tərəfsiz adamların fikirlərini daha etibarlı hesab eləyirlər, daha tez qəbul eləyirlər və ona görə də tamamilə doğru fikirdir, doğru yoldur. Bunlardan istifadə eləmək lazımdır. Ən əsas odur ki, rəqabət üstünlüyünü şirkət özü dərk eləməlidir, başa düşməlidir. İşçilər birinci başa düşməlidir. Biz niyə görə bu əziyyəti çəkirik? Niyə biz başqasından çox işləyirik? Niyə biz başqasının eləmədiyini təkrar eləmək istəyirik? Və eyni zamanda da bu üstünlüyü doğrudan da uzun müddətli eləmək və bir də onu müştərilərə doğru düzgün şəkildə çatdırmaq. Çünki son nəticədə biznesi, yəni müştərisiz təsəvvür eləmək olmaz. Müştəri yoxdursa, biznes yoxdur. Bütün biz bunu özümüzü təmin eləmək üçün, özümüz özümüzə afərin demək üçün deyil, müştərilərin etibarını qazanmaq, biznesini genişləndirmək, daha çox səmərəli, daha çox marra ilə işləmək imkanı əldə etməkdir məqsəd. Yəni məncə sizin də o dedikləriniz, bizim bu gün danışdıqlarımız bizim bəzi sahibkarlar üçün o mənada faydalı olacaq ki, ən azından onlar
bir daha qayıdıb öz bizneslərinə baxacaqlar və yaxud da kiminsə belə bir planları varsa ki, biznes qursun, sıfırdan artıq o haqda düşünəcək ki, gələcəkdə yəni bunu doğru düzgün tətbiq edə bilsin. Əla. Bizim bu mövzuyla bağlı bir neçə nüanslarımız vardı, amma vaxtımız məhduddur. Məncə yekunlaşdırmaq lazımdır. İcazənizlə mən rezümə edəcəydim bizim görüşümüzü. Hə. E, Rezümə də ondan ibarətdir ki, rəqabət üstünlüyü təmin etmək üçün şirkətin gərək bununla bağlı bir strategiyası olmalıdır. Yəni bu bir ötəri, bir günlük bir məsələ deyil. Bunu siz düşünmüş şəkildə öz biznes planınızda əgər şirkət həzır açırsınızsa orada qeyd etməlisiniz və yaxud sonradan siz deyən kimi əgər əvvəl etməmişsə sonradan bunu strategiyaya çevirməlisiniz. Strategiya çevirəndən sonra artıq onunla bağlı sözsüz ki bir tədbirlər planınız olur. Və bu olduğu halda deməli siz bu işlə davamlı məşğul ola bilərsiniz. Sizin dediyiniz kimi bu davamlı yaxşılaşdırılmalıdır. Bu bir günlük məsələ deyil ki, mən bunu etdim və bundan sonra artıq bu məsələni qırağı kənara qoya bilərəm. Yox. Kaizenə siz misal çəkdiniz. Yapon deməli texnologiyası, nəzəriyyəsi və burada bəlkə də ən çox davamlı yaxşılaşdırmağa ehtiyac olan bir istiqamət varsa, o da rəqabət üstünlüyüdür. Ona görə ki, rəqabət üstünlüyü şirkətin mövcudluğunu, siz dediyiniz kimi, təmin edən bir məsələdir. Rəqabət üstünlüyü varsa, əla, çox gözəl, əgər onu təşkil etmişsiniz, təmin etmişsiniz, olduqca yaxşı iş görmüsünüz, sizi təbrik etmək olar, amma onu müştərilərə çatdırmaq, onu hiss etdirmək məsələsi var. Bunu siz daim müştəriyə hiss elətdirməlisiniz. Onun üçün də marketinq alətlərindən geniş istifadə etməlisiniz. Sizin kontentləriniz, sizin mövzularınız, sizin mətnləriniz sizin rəqabət üstünlüyü əks etdirməlidir. Bu istiqamətdə yeri gəlmişkən ilkin mənim innovativ yollarda seçmək olar. Bayaq qeyd etdiyim biri vardı misal üçün ki, siz daxili prosesləri çəkib müştərilərə göstərə bilərsiniz. Mətbəxi açıq, necə deyirsiniz ki, insanlar görürlər nə bişirir, harda bişirir, kim bişirir, necə bişirir və bu da bir güvən yaradır. Ümumiyyətlə biznes bilməlisiniz ki, güvən yaratmaqdır, etibarlılıq yaratmaqdır, dəyər yaratmaqdır və ən vacibi də ilk mən düşünürəm ki, hansı riskləri aradan qaldırır bu məhsul, bu xidmət mənim üçün. Məsələn, rəqabət üstünlüyü də bütün bu suallara cavab verməlidir. Burada çox önəmli məsələ, biz qeyd etdik ki, komanda məsələsidir. Bizim komandamızdan başlayır rəqabət üstünlüyü. Daxili proseslərdən başlayır. Əgər bizim komandamız rəqabət üstünlüyü nəzəriyyəsini, onun strategiyası, bayaq etdiyimiz kimi onu bilmir, ondan agah deyilsə və bu ona bir müştəri yönümlü mədəniyyət kimi aşılamamılıq, əgər bunu izah etməmişiksə bizim öz əməkdaşlara, əlbəttə ki, bu qısa müddətli bir yanaşma ola bilər. Amma biz bunu daim ölçməliyik. Müştəriyə nə zaman, nə müddətə xidmət göstəririk, hansı zaman ərzində suallarına cavab verməliyik. Bu məhsulun çatdırma müddəti nə qədər olmalıdır və bu indiki göstəricidən sabah hansı göstəriciyə qədər enməlidir, daha sürətli olmalıdır. Deməli, burada həm də eyni zamanda rəqabət üstünlüyü təmin etmək üçün bir KPI-lar metodu sistemi tətbiq olmalıdır. Əgər biz rəqabət üstünlüyü davamlı şəkildə yaxşılaşdırmaq istəyiriksə, mənə belə gəlir ki, ilk müəllim, biz mütləq onu KPI-lara bağlamalıyıq. Ki bu tamamilə yaxşılaşsın və biz bunu ölçə bilən səviyyəyə gətirməliyik. Komandada elə insanlar seçilməlidir ki, biz ötən görüşlərdə də bunu danışdıq. Ola bilsin sizin hövsələniz yoxdursa, səbriniz yoxdursa, əsəbiniz yerində deyilsə, elə insanlar seçmək lazımdır ki, hansı ki, rəqabət üstünlüyü təmin etmək üçün xidmətlərin təşkili ilə bağlı müştəriyə səbirli, dözümlü və ona yaxın düşüncə və psixotipdə olan insanlar olmalıdır. Ona görə ki, bu müştəri ilə ünsiyyətdə olan insanlar bütün şirkətin təəssüratını ötürür, bütün şirkətin mahiyyətini ötürür. Şirkətin əsas rəqabət üstünlüyü elə müştəri ilə çalışan insanlardadır. Ona görə onlar həm stresi davamlı olmalıdır, həm onlar daim motivasiya olmalıdır və ən vacibi, mən düşünürəm ki, bizim sahibkarlar Müştəri yönümlü olmalıdır və bununla da bağlı davamlı təlimlər keçməlidir. Sizin bir akademiyası vardı, mən yadıma gəlir, Keyfiyyət Akademiyası, səhv etmirəmsə.
Bəli, Bax, belə hər şirkətin daxilində müştəri yönümlülüyü ilə bağlı akademiyalar daxil. İndi xırda da olsa adını qoysunlar akademiya, qoy məsələnin mahiyyətini daha ciddi anlasınlar ki, 3 nəfərlik şirkət amma içində akademiya var. Və müştəri yönümlülük, müştəri xidməti, müştəri feedbacklərin, rəylərin qəbulu, emalı və onların ona çatdırılması ilə bağlı əgər sizdə davamlı təlimlər keçmirlərsə, KPI-lər təyin olunubsa, siz istədiyiniz rəqabət üstünlüyü təmin edə bilməzsiniz. Bəli, rəqabət üstünlüyü bir neçə amillərdən ibarət ola bilər. Hansı ki, bizdən asılı olmayan bir amillər ola bilər ki, hansı ki, bizim bəli, rəqib ondan istifadə edib bizi üstələyə bilər. Amma əlimizdəki komanda var, əlimizdəki məhsul var, əlimizdəki bu xidmət göstərməyin keyfiyyəti və səviyyəsi var. Məhz əlimizdə olan bu imkanları biz çox maksimal və səmərəli dərəcədə istifadə etməliyik ki, bizdən asılı olmayan deməli səbəbləri rahatlıqla kompensasiya edə bilək. Mənə belə gəlir ki, bu mövzumuz o qədər böyüdür ki, o qədər genişdir ki, elədir, buna elədir. 5 veriliş də ayırsaq, yəni yenə də mövzu bitməyəcək, tükənməyəcək. Mən Doğrudur. sizə təşəkkür etmək istəyirəm. Həm maraqlı fikirlərinizə görə, həm öz praktikamızdan çəkdiyiniz misallara görə və buradan da biz sahibkara, kiçik orta biznes sahiblərinə mesajımız odur ki, əgər siz biznesinizi daha 10 il sonra bazarda uğurlu görmək istəyirsinizsə və o top 3-5 bizneslərin siyahısına daxil etmək istəyirsinizsə, sizi düşündürən ən vacib məsələlərdən biri də necə edim mənim məhsul və xidmətlərim rəqabət üstünlüyü olsun. Mənim şirkətim, mənim brendim rəqabət üstünlüyü olsun. Bu mövzunu əgər siz həll edə bilsəz, siz demək olar ki, o həmin 3-5% xoşbəxtlərin siyahısına daxil olacaqsınız. Tamamilə doğrudur. Çox sağ olun, Emin müəllim. Mən də sizə təşəkkür edirəm bu təşəbbüsünüzə görə, maraqlı fikirlərinizə görə və təbiidir ki, hər bir insan ömür boyu öyrənir və bizim burada bölüşdüyümüz misallar hər birimiz üçün də gələcəkdə bir fayda verəcək və hesab edirəm, ümid edirəm ki, bizim izləyicilər üçün də faydalı olacaq və onların da hər birinə səmərəli, uğurlu bizneslər arzulayıram və rəqabətdə öndə olmaq arzulayıram. Əla, çox sağ olunuz. İnşallah gələn verilişdə görüşmək ümidi ilə. Sağ olun. Sağ olun. Çox